Salam, hər vaxtınız xeyir, əziz dostlar. Xoş gördük sizi. Bugün sizlərlə son zamanlar qəbula düşməsində gözlədiyim bir sual var, onunla bağlı izah vermək istəyirəm. Düzdür, mən bu sualı 4 il bundan əvvəl izah eləmişdim. Bu ekranda gördüyünüz sual tipindən gedir söhbət. Dövlət İmtahan Mərkəzinin 2021-ci ildə çıxartdığı test sorğusunda da bu sual öz əksini tapıb. Deyirdim ki, bu sualın sizə iki tipi ilə tanış edəcəm. Birində ümumilikdə hər hansısa bir şərt verilmir. Sadəcə olaraq oxlardan istifadə edib gedişat yolunu tapmalısınız. Digərində isə nə etməli olduğunuzu birazdan göstərəcəm. Qeyd edim ki, bu misalda siz fikir versəniz, bir tərəfdən x-in eldən çıxmasını verib bizə, deyir x-i eldən çıxartdıqdan sonra isə y-i ona oxşar tap. Sadəcə olaraq mənə şərtdə verdiyi yeganə şey oxlardan istifadə etməyimdir. Amma oxların istiqamətindəmi, əksindəmi getməyimi heç də demir. Bəs yaxşı müəllim, neyniyim? Dostlar, birinci və x-i daxil etdim. Və bu hissədən. Ox deyir sağa dön, döndüm sağa. Bax, burada bir boşluğa düşürəm. Heç bir şey yoxdur. Bəs mənim heç bir şey yoxsa neyniyim? Tələbələrdən bəziləri deyir, mən düz gedək. Bilmirəm, axı düzdə gedə bilərəm, yuxarıda gedə bilərəm, aşağıda gedə bilərəm. Yəni, bilərəm ki, bilərəm. Bəs neyniyim? Onda dostlar, görürəm ki, oxun istiqamətlə gedəndə misal alınmır. Neynirəm? Oxun əksinə getməyə çalışıram. Bu arada qeyd edeyim ki, siz bura yaxınlaşanda siz sağınızdakı və yaxud da ki, sol tərəfiniz yaxınınızda olan oxlardan faydalana bilərsiniz. Yəni, bir binanın başında durmusunuz. Dostlar, bu tərəfdəki nişanın sizə aidiyyəti yoxdur. Niyə? Çünki bu nişan buradakı kəsişməyə aiddir. Bəs yaxşı, mən bunu hardan bilim? Misal əksinə gedir, yoxsa istiqamətində? Təbii ki, mən də sizin kimi daxil oldum, sağa gəldim, baxıram heç bu köməyim yoxdur. Yenirəm, əksinə daxil olum. İndi verilən bu istiqamətdə sağa deyirsə sola döndüm, gəldim bura. Və buradakı oxum deyir aşağı düş, gedirəm yuxarı. Buradakı oxum deyir sağa dön, gedirəm sola. İndi burada bəzi dostlarımız var ki, fikirləşir. Müəllim, axı burada bir dənə də ox var, deyir geriyə qayıt. Dostum, bir daha xatırladıram. Buradakı oxa baxmıram. Bu ox yalnız buradan gələn və bu istiqamətdən gələn kəsişmədir. Sanki nəqliyyat vasitələri idarə edirsiniz dostlar. Həmin istiqamət üzrə. Gəldim bura. Deyir neynə? Aşağı dön. Hara gedirəm? Yuxarı. İndi deyir sağa get. Hara gedirəm? Sola. Demək x-i hardan çıxartdım? Eldən. Demək bu misalda oxlardan necə istifadə elədim? Əksinə. Bu sualın hamısını belə düşür. Əlbəttə ki, yox. Dediyim kimi, misalın gedişatını özünüz təyin edirsiniz. Onda y-dən daxil oldu oxum. Sola dön. Döndüm sağa. Aşağıya get. Yuxarı gedirəm. Sağa get. Gedirəm sola. Bu deyir geriyə get. İrəli gedirəm. Buradakı xəttim aşağı dön. Getdim yuxarı. Ox aşağı deyirsə, yəni geriyə qayıt deyir burada artıq. İrəli gedirəm. İndi buradakı oxum deyir sağa dön. Müəllim, buradakı oxa baxmıram. Dostum, bir daha xatırladıram. Yalnız sağında və solunda yerləşən, yaxınında olan oxları. Niyə bunu tez-tez təşkil edirəm dostlar? Çünki birazdan verilən misalda isə konkret bizə şərt verir. Qeyd edim ki, bu test bizim nəşr etdirdiyimiz həm dövlət qulluğu üzrə olan kitabımızda, həm də ki, vergi orqanları üzrə olan kitabımızda da var. Deyir, indi sağa dön, ora dönürəm, sola. Aşağı düş, yuxarı. Sola get, sağa. Aşağı düş, yuxarı. Sağa get, sola. Və aşağı düş, nə edirəm? Buradan çıxıram. İndi düzdür, burada cavabda, məsələn, harda, çıxış hansı sayılır? Ə sayılır, el. İndi biz burada el götürmüşük variantda, el olaraq. Təbii ki, burada ə də ola bilərdi. Yəni, variantda yalnız bir dənə el hərfi var. Ə hərfi yoxdur, aşağını da özüm keçdim ki, görəsiniz. Hə. Demək, cavab nə imiş? Eldən çıxır. Bu da eldən. Bəs bunun digər bir sualı da var. İstəyirəm sizi həmin o sualla da tanış edim. Demək, indi isə dostlar, sol tərəfdə yerləşən 36-cı suala baxaq. Qeyd edim ki, bu ekranda gördüyünüz sualları mən bir il bundan öncə də izah etmişdim və dövlət qulluğunda qəbula düşməsini gözlədiyim 10 sual adlı bir videomuz var. Bu videonu da buradan altdan yerləşdirəcəm sizin üçün. Və demək olar ki, artıq bu 10 sualdan artıq 5-i qəbula gəlib düşüb. Növbəti 5 sualdan biri də bunun olmasını gözləyirəm. Dediyim kimi, indi bu videonu siz izləyərkən təbii ki, bu son bir neçə gün qalmış paylaşılacaq və
Mən bunu bir daha xatırladıram ki, 4 il bundan əvvəl də izahını vermişəm. Bayaq verdiyim 4 il bundan əvvəlki. Lakin son zamanlar artıq misal biraz modifikasiya olunub və daha da təkmilləşib. Görə təkmilləşmə nədir? Bu artıq deyir ki, hərəkət boyu yol ayrıcına yaxınlaşanda sağ tərəfdə çoxdan faydalan. Deyir, yalnız sağındakından faydalanacaqsan. Və deyir, əgər həmin yerdə ox yoxdursa, yol ayrıcında hərəkətinə düzünə davam et. Bu artıq konkret olaraq deyir, deyir sağında çoxdan faydalan və ox yoxdursa düz gedərsən. Nə deməkdir ki, müəllim? Əslində imtahan artıq burada tərsinə verilib deyə misal, bu istiqamət görürsüz. Bu biraz bizdə problem yaradır. Mən indi sizi başa salmaqdan ötəri birincisi aşağı hissədən başlayayım. Çünki buradan baxanda hər birinizin üçün bu istiqamət sağdır, bu istiqamətdə soldur. Misal tərsini eləyəndə artıq biraz işimiz çətinləşir. Bax, özümdən daxil oluram, dostlar. Məsələn, bu hissədə daha rahat olması üçün. Və deyirəm, getsin bura, A'dan daxil oluram. Bax, sağıma baxıram, yalnız sağım. Solla işim yoxdur. Tezlə yoxdursa düz gedirəm. Sağım boşdursa düz gedirəm. İndi sağımdakı xətt deyir, ara dön sağa. Döndüm sağa. Sağımdakı xətt artıq bura deyir, neyinə aşağı dön. Sağım boşdur, düz gedirəm. Sağımdakı xətt deyir, sağa dön. N-dən çıxdım. Bax, müəllim, burada A-la N-i yazmayıb. Dediyim kimi, sizi başa salın, dostlar, niyə? Bəs mən bunu necə təyin edeyim ki, oxun istiqamətində gedim, yoxsa onun əksinə? Baxın, dostlar, F-i Y-dən çıxardıq. O, nə gözəl, gəlin biz də çıxardıq. F-dən daxil olanda, verilən bu misalda, siz bunu həll edərkən, indi tərs baxırsınız, düzdür, mən indi ekranı belə fırlada bilərəm, baxın. Belə fırlatsam, yenə, bunun görürsünüz, belə baxanda tərsinə. Sağ yenə sağımdır, sol solumdur. Lakin bizə bu misal kompüter vasitəsilə düşsə, kağızda isə düşməsə, belə bir misalı kompüterdə etmək şansımız, yəni belə bir hala gətirmək üçün demək olar ki, yoxdur. Ona görə gəlin misala belə baxaq. Qeyd edim ki, bu misalı daha çox kimlər ki, nəqliyyat vasitəsi idarə edə bilər və yaxud da ki, xəyal gücü olan dostlarımız daha yaxşı eləyir. Ha, ox daxil oldu bura. Bax, F. Deyir, hara dön sağa. Gəldim sağa. Deyir, aşağı düşdüm aşağı. Sağım boşda düz gedirəm. Sağım artıq buradır mən. Deyir, sola dön, dön. Sağım boşda düz gedirəm. Sağımdakı xətt deyir, aşağıya dön. Sağımdakı xətt deyir, neynə, sola dön. Sağımdakı xətt deyir, aşağı düş. Sağımdakı xətt nə deyir? Düz get. Sağım boşda düz gedirəm. Bu arada bu A hərfi deyil, dostlar, bu da Y hərfidir. Misal izah eləyərkən deyir, keçən səfər burada bilirdim ki, bu dənə çıxılı bir səhv var. O da A hərfi heç ümumiyyətlə yoxdur burada. Bu da neynir dostlar? Gəlir aşağıya. Deməli, F hardan çıxartdım? Y-dən. Qeyd edelim ki, bu Y hərfi idi. İndi bəs yaxşı müəllim, bunu elə bilmişəmsə nədən başlayım? Təbii ki, dostlar, gəlin buradan. İndi X-im, Y-imiz, Z-imi tapın. A, doğrudan nə? Baxın, X-dən daxil olarkən, lap Y-dən gedim. Gəldim, sağım boşda düz gedirəm. Sağa dön deyir, döndüm sağ. Aşağı düş deyir, düşürəm aşağı. Sağım artıq buradır deyir, sağa dön. Sağım artıq buradır, yuxarı get. Verilən misalda. Sağım artıq buradır. Verilən bu hissədə nə deyir? Deyir, sağa dön. Və sağım boşdur. Nə edirəm dostlar? Deyir, düz get. A-dan çıxdım. Deməli, qrikim nəymiş? A. B və A-nı çıxıram. Qalıb A-nı ilə ala. Bir də nəyi tapım? X-i. X-dən daxil oldum. Sağım boşdur, düz gedirəm. Sağımdakı xətt deyir, sağa dön. Sağımdakı xətt deyir, aşağı get. Bu arada dəyərli dostlar, bunlar bir-birinə kəsişə bilər ha. Birdən siz düşünərsiniz ki, sınıq xətt mövzusu kimi. Bunlar niyə kəsişdi? Burada kəsiş və ya da kəsişmə deyilən bir şey yox. Düşürəm aşağı. Sağım boşdur, düz gedirəm. Sağımdakı xətt deyir sağadan, döndüm sağa. Sağım boşdur, düz gedirəm. Sağımdakı xətt deyir yuxarı qalx. Sağımdakı xətt deyir sağa dön. Sağımdakı xətt aşağı. Sağım boşdur, düz gedirəm. Və sağımdakı xətt deyir get sağ. Gəldim buraya. Olur A. Bu da neymiş? Ana. Təbii ki, bu testdə fərqlənən hissələri tapmaq bizim üçün daha rahatdır. Qeyd edirəm bir daha ki, bu videonun altında da dostlar sizlər üçün
O dediyim 10 dənə sualın videosunu yerləşdirəcəm. Həmin o suallara da baxarsınız. Bununla bağlı əgər test işləmək istəyirsinizsə, bu videodakı sualları dayandırın özünüz üçün. Fərqli bir yerdən də daxil ola bilərsiniz. Məsəl üçün C-dən, Y-dən, Z-in istiqamətini də özünüz tapa bilərsiniz bu arada. A-dan necə çıxmalıdır o hissəni. Və videonu bəyənməyi, bir də kanala abunə olmağı unutmayın ki, dostlar, bu sizlərin bizə olan bir dəstəyinizdir. İnanıram ki, bu videolar da sizin üçün faydalı oldu. Mütləq şəkildə bunu öz dostlarınızla da paylaşmağı unutmayın. Hər birinizə uğur arzulayıram. İnanıram ki, bu sual da növbəti imtahanlarda sizin qarşınıza çıxacaqdır.